Salam aleykum. Demək, Ağasəf əmi ilə yenə birlikdəyik. Dedik ki, bir dənə video çəkək, insanlar maariflənsin. Ağasəf əmi demək, mədə xərçəngindən özünü sağaldıb, Allah can sağlığı versin. Biz neşi sistemi, yenə də qayıdırıq neşi sisteminə. Mən hər zaman deyirəm ki, sağalmayan xəstəlik yoxdur. Sağalmaq istəməyən insan var. Əmi, buyur. Bax, başına necə hadisə gəlibsə, buyur danış. İnsanlar da maariflənsin. Vallahi insanları maarifləndirmək üçün qardaş oğlum, mən sənə deyim ki, insanlar maariflənmək istəyən tutur sözü, amma maariflənmək istəməyənlər də çoxdur. Tibb elmin, məsələn, əleyhinə deyirəm, mən tibb elmi çox gözəl elmdir. Amma hər bir həkimə gedən xəstə, həkim ona resepti yazandan sonra ona pəhriz təklif eləyir. Bəli. Ki, hər bir kəs özü öz həkimi olmalıdır. Bəli. Biz pəhrizi eləmirik. Biz pəhrizi eləmirik. Bəli. Biz meyil salırıq ki, o həkim mənə dərman yazıb, o məni sağaldacaq. Düzdür. O sağaltmaq üçün deyir. Həkim özü də onu sənə deyir. Düzdür. Başa salaq burada. Bu səni sağaltmaq, sənin krizisdən çıxartmaq üçün mən bu dərmanı sənə yazıram. Mən bir şey deyim. Mən ağciyərimdə, hamı bilir ki, kütlə var idi. 10 sm ağciyərin arasında. Mən o krizisdən çıxmaq üçün mən müasir tibbə müraciət eləməli idim. Ximiya terapiya almalı idim. Mən o krizisdən belə deyim də bunu mən belə deyim, nişi sistemi ilə həmən anda artıq ağzımdan laxta qan tökülür. Mən nişi sisteminə onu qazana bilməzdim, geri dönüş eləyə bilməzdim. Mən mütləq buna müraciət eləməli idim. Krizisdən sən çıxmalı idin, tibb elmi köməkliyi. Və çıxıb nişi sistemi yaşamalı idim. Belə də oldu. Buyurun. İndi səni yaşadan nişi sistemi. Tibb elmi səni yaşadamayacaq. Tibb elmi səni krizisdən çıxartmaq üçün. Krizisdən mən. Elə onun həkimlər özü də deyir da. Mən sənə bu iynəni, dərmanı yazıram, getçinən. Amma özün həkim olmalısan, getçinən pəhriz yeyib, bu falan şey yemə, bəhmən şey yemə. Biz məsələn, adətdir bizim millətdə, toylara gedirik, 10 cür, 20 cür orada yemək var, hamısından dadırıq, Hamısı olmaz o. Qidalar hamısı xarab olur. Bəli, uzlaşmayan qidanı sən tuturulan mədiyə, o Ərşad Əzimzadənin bir misalı var, çəkir, maşının deyir, sürdüyün maşın səs edən kimi qaçırdan usta. Bəli, qaçır ustaya. Bəli, düz. Usta, bu belə səs eləyir. Amma toyda yeyirsən, bütün 15 qidanı qarışdırırsan, mədədə başlayır, bağırsaqlarda səs, küy, aləm dəyir bir-birinə, heç vecua olmur ki, nə oldu bu? Axı, sağlam yaşamaq istəyirsənsə, bir qidayla qidalanmalısan. Qidaları qarışdırmamalısan. Vallahi mən 2005-ci ildən oturmuşam pəhrizə, mən adi salatı, çiğ salatı bişmiş xörəklə yemirəm. Bişmiş yeməklə yemirəm. Addelini yeyirəm onların hamısı. Qidaları qarışdırmaq olmaz. Qəti qarışdırmaq olmaz. Mən onun hesabına bax, mənim bugün 70 yaşım var. Mən 50 yaşında tutulmuşdum o xəstəliyə. Özümdən əlimi üzmüşdüm. Elə bir vəziyyət, 50 kilo çəki itirmişdim dəmir çəkimi də. Mən özüm 90 neçə kilodan 60 kiloya düşdüm. Artıq sümüklərim qalmışdı. İndi 70 yaşım var. Sağlığa məsələn özümü çox yumraq hiss eləyirəm. Yəni narahatçılığım yoxdur. Ağrım, acım, nəm, oynaq beləncə. Mən çox pis xəstəliyə, həm panik atak olmuşdum, həm mədə xərçəngi idi. Şəkər də dilində var sən. Onurğa yırtığı idi, həm də şəkər idi. Bax, əmi görsən, bütün xəstəliklər getdi. Hamısı getdi. Yəni ki, sağalmayan bir şey deyim sizə, sağalmayan xəstəlik yoxdur. Vallahi ki, sonradan qazandığımız bütün xəstəlikləri biz sağalda bilərik. Bu bizim öz əlimizdədir. Mənim əminlə video çəkməkdə məqsədimiz odur ki, insanlar maariflənsin, insanlar görsün ki, həqiqətən də sağalmaq olur. Bu mümkündür. Amma indi onu da deyim ki, mən 2005-ci ildə, 2006-cı ildə düşdü Neşinin kitabı əlimə. Mən 2020-yə qədər mən bir həkim belə qohumum vardı, bu dəqiqə Almaniyada işləyir. Mən o kitabı, o mənim yanıma təzyiqim zadım qalxanda yardıma gəlirdi, Ucarda yaşayırdı. Dağdan çəkmirəm, bu dəqiqə amma Almaniyada işləyir. Yaxşı da, cavan oğlandır, yaxşı da həkimdir. Mən bu kitabı əlimə keçirdim, ona danışanda, dedi Ağasəf dayı, bu insanlar
ancaq meylin salıb tibb elminə ki, dərman məni sağaldacaq. Mən deyirəm, mən görürəm deyir arxamla danışırlar ki, filan həkim yaxşı bilmir, filan kəs yaxşı bilir. Resepti çox yazır. 200-300 manatlıq dərman yazır. Mən ona başa sallam ki, sənin dərmana ehtiyacın yoxdur. Sən get ginən, bax bu 2 dənə tabletka sənə bəs eləyir. Get ginən özün həkimin ol. Ha, özün. Pəhrizlər elə. İnsan o halda sağalır ki, özünün həkimi olur. Bəli. Hər zaman bunu biz deyirik. Bəli. Hər zaman. O dedi ki, mən orta universitetdə oxuyanda, Tibbi Universitetində oxuyanda Bakıda. Bu kitab düşüb mən əlimə. Mən deyir, bu günlərim mən həmin kitabın ustabı ilə qidalandım, həkim olaraq. Görürsən. Orada o nervi patoloq idi. Hələ həkim olaraq. Həkim olaraq deyir, mən özümü onunla yaşadıram. Amma o bir də mənə demişdin keçən videoda ki, o mənə elə bil o həkim ki var idi, əli qolu belə əsirdi, səndən yardım istəyən. Aşıq Əhliman var, bizim hörmətli aşığımızdır Ucar rayonunun. Onun qardaşı Mövlüd doktor var idi Ucarda. 1 il mənə o yardımçı oldu. Gəldi, getdi evimizə. Sonra mən bu kitabı ələ keçirdəndən sonra, oxuyandan sonra dedim ki, deməli, mən tibb elmi krizdən çıxartmaq üçündür. Təzyiqin qalxdı, getdi, yenə vursunlar, yendirsinlər. Məsələn, bir xəstəliyin varsa yardım eləsinlər, sən yardımla. Krizdən çıx. Bəli, krizdən çıx və həkim özü deyir ki, sən özün həkimin olmalısan. O da mənə çox yardımlar eləyirdi, krizdən çıxardırdı, böhrana düşəndə eləyirdi. Amma sonra mən Nişin kitabın təliminə keçəndən sonra, o idmanları eləyəndən sonra, nə bilim, qidalanan, düzələndən sonra özümü düzəltdikcə o mənə gəlirdi ki, Ağusaf, sən neynədin düzəldin? Axı, sən neçə vaxtı biz sənə iynə dərman edirik? Deyirdim ki, sən mənə deyirdin, get düzgün qidalan, nə bilim, mən belə elə, eyl elə. Onları eləmirdim mən. Amma indi keçdim o sistemə. İndi o qidalanmalara düzgün fikir verirəm. Siqareti dedim, həmin günü atdım mən. Araq içirdim, hərdən birdən, yəni şover olmuşam, elə də araq içən olmamışam, amma içirdim, toyda, xeyirdə, şəhərdə. Onu da atdım, sırf oturdum pəhrizə. Onda başladı ələşmə yaranmağa, bax belə əllər əşdir, həmin həkimdə. Mən özümü düzəldimdən sonra gəlib məndən imdad istəyirdi ki, sən mənə deyirdim ki, sən siqaret atmırsan, düzəlməyirsən. Siqaretlə arağı atmalısan sən. Dedi, yox, mən onu eləyə bilmirəm. Dedim, eləyəmirsən, onda ölməlisən. Elə də oldu. Elə də oldu, öldü getdi. Allah rəhmət eləsin. Yaxşı həkim idi, yaxşı insan idi. Amma o özü deyirdi ki, iradə olmadı məndə siqaret atmağa. Bəli, iradəsi o ələşmə, ondan ayaq əsmə, çənə əsmə başladı onda. İradəsi olmayan insan sağala bilməz. İradə lazımdır, möhkəm iradə lazımdır. Möhkəm iradə lazımdır. Sonra da ki, həkim, bayaq dedim, həkim böhrandan, krizdən çıxardır səni. Həkim özü o resepti sənə yazanda da deyir ki, sən özün o həkimin olmalısan, gedib düzgün qidalanmalısan. Düzgün nə qədər qidalanmırsansa, o həkim sənə istəyir 10.000 manatlıq resept yazsın, o resept səni sağaltmayacaq. Dərman insanı sağaltmaq üçündür. Dərmanlar insanı, həblər insanı krizdən çıxartmaq üçündür. İnsanın sağalması yeganə özünün pəhrizə oturmasındadır. Bəli, bax, yenə də təkrar mən də deyirəm ki, artıq sənin bədənində şişlər, yağ törəmələr varsa, sən müasir tibbə müraciət eləməlisən. O böhrandan, o krizdən çıxandan sonra sən nişi sistemin yaşamalısan. Gözəl olar ki, ən gözəl həmin mən deyirəm ki, sağlam ikən o nişi sisteminə keçəsən. Bax, o, əsas odur. Sağlam ikən nişi sisteminə keç, düzgün şəkildə həyat tərzini seç, yaşa, düzgün qidalan, mütəmadi olaraq isti soyuq su terapiyasını elə, gözəl. Bəli. Sonra yürüyüş elə. Yürüyüşü necə eləyirdin? Yavaş-yavaş, yoxsa iti belə? Mən iti, iri addımlarla qol, bax, belə hərəkət eləyirəm. Hər gün səhər 3 kilometr, axşam 3 kilometr evə gələndən sonra 6 qayda Nişin kitabındakı idmanları eləyirəm, səhər də eləyirəm, axşam da eləyirəm. Gözəl. İdmandan sonra çıxıram yürüyüşə. Yeyin addımlarla, iti addımlarla. Əlimi bax belə yelləyək, bola bol.
Mən hər zaman deyirəm, 3 kilometr səhər, 3 kilometr axşam mən gəzirəm. mən hər zaman deyirəm ki, yürüyüşü sürətli şəkildə eləyin. Qan dövranı Mütləq. düzəlsin. Yavaş-yavaş yürüyüşün, əl cibdə yürüyüşün bizə heç bir Heç bir xeyri yoxdur. Çıxırsansa bu yürüyüşə normal şəkildə yürüyüş elə. İndi mən sənə bir şey deyim, mən dayanan adam deyirəm da, hərəkət edən adamam. Veşni hərəkət edirəm, hərəkətdə olan. Bax, bu saatlarım fiziki işdə işləyirəm da. O fiziki iş həmin o yerişi əvəz eləmir. Düzdür. Yox. Yeriş başqadır. Mən hamı Yeriş başqadır. deyir ki, hamı mədir ki, evdəyəm də, ayaq üstəyəm də, iş görürəm də. Yox, yürüyüş Yox, başqadır. yox. Səhərdən axşama kimi mən dayanıb stanok yığıram. Nə bilim mən nə yığıram. Səhərdən axşama kimi bir dəqiqə dayanmıram da, onu götürürəm, bunu kəsirəm, bunu doğrayıram, düzəldirəm. Onlar yerişə əvəz eləmir. Yeriş başqa bir şeydir. Yürüyüşə vaxt ayırmalısın, sırf onunla məşğul olmalısın, sürətli şəkildə yürüyüş eləməlisən. Əmi sən mənə nə məsləhət görürsən? Mən bax bu yolda görürsən də irəliləyirəm, insanlara bacardığım qədər yardım eləyirəm. Bu yolda irəli gedim yoxsa dayanım? Vallahi mən tövsiyəm bu olar ki, İnsanları maarifləndirmək üçün gedir əli. Çünki o bəzi insan var, ona deyirsən xeyir yoxdur. Gəlir sabahsı günü deyir ki, elədim xeyir olmadı. Onlar Bu 50 ildə qazandığı xəstəliyi 5 gün eləyən kimi, insanlar 5 gün eləyən kimi sağalmaq istəyir. bax həmi tam düzdür. Mən 2006-cı ildə başladım həmin hərəkətləri. 2021-ci ildə hələ də məndə çatışmamazlıqlar qalıbdı. Düzdür. Baxmayaraq ki, sırf əməl elədim. Sırf oturdum o pəhrizə. İnsan mədi. Bu gün də o pəhrizdəyəm. Amma 2021-ci ilə qədər mən kabab yeyənmədim, şişdim. Şover işləmişdim. Çöldə, bayırda yeyib sən olmuşdum. 2021-ə qədər mən kabab da yeyə bilmədim. Bax, Şişdim kababdan. Pomidoru 2006-dan 2021-ə qədər mən yeyə bilmədim. mən də yemirəm, pomidor yemirəm. Pomidor bir nömrə düşməndir da şeyə, o xəstəliyə. Ona pis təsir edir. Ona çox pis təsir eləyir. Düzdür. Amma indi o şey pomidoru oturub mən yeşi ilə yeyirəm. Düzdür, elədir. Amma 2006-dan 2021-ə qədər neçə il eləyir? Mən Deməli 17 il. 17 il, hə. 17 ilə o xəstəlikdən mən yaxa qutarıb pomidor yeməyə başlaya bildim. İnsanlar, mən bir dənə şey deyim də, insanlar... Amma bəzi insan deyir ki, yox, mən də getdim, elədim bunu, düzəldim. İnsan var ki, 30 ildir qəbizlikdən əziyyət çəkir. Bəli, Gəl proqrama deyirəm, qoşul belə elə, 3 gündən sonra mən yığışasan sağalacaq. Bu mümkündür. Sən, yəni, insan düşünmür ki, 30 ildir mən qəbzəm. Bu 3 günə, 5 günə necə sağala bilər? Bunu səbirlə eləmək lazımdır. Mənim bir dostum var idi, insult olmuşdu, çənədə əyilmişdi. Ondan sonra bir üzdə bu demək olar ki, hərəkətdən dayanmışdı. Ona mən başa saldım ki, sən bax bu idmanları, bu qidalanmaları elə. O kitabın birini daş aldım, apardım, deyirdim ona. Oxudu, elədi, indi məndən sağlamdır. Nə çənəsi də düzəldi, gəldi yerinə. Ondan sonra insultdan əsər əlamət qalmadı onda. Əmi videonu sonlandıraq, bəsdir. Çünki 13 dəqiqəni keçdi, artıq bəsdir. Çünki niyə TikTok götürməyəcək? Sağ olun, çox sağ olun. Sağ ol.